Bugünkü dərsdə sizinlə HTML vasitəsilə siyahıların və cədvəllərin yaradılmasına baxacağıq. Siyahıların bizdə 3 növü var. Nizamlanmış siyahı, nizamlanmamış siyahı və detallı siyahılar. Gəlin birinci biz başlayaq nizamlanmış siyahıdan. Ordered list. İngilis dilində ordered list. Ordered listi nəyə görə deyirəm? Tagləri dəqiq yadda saxlamaq üçün. Bizdə ordered list baş hərfləri OL. OL yadda saxlayın. Ordered list bizdə yaradılır OL tagindən. Mən sol tərəfdə yaradacağım, sağ tərəfdə də biz nəticəsini baxacaq. OL tagindən. OL tagini yaratdıq. List item. Listin, yəni siyahının elementi mənasında L tagindən. Yəni OL tagini yaratdıq. Bizdə L tagindən biz onun elementlərini verəcəyik. Gəlin baxaq. L tagini yaratdıq. Bizdə web proqramlaşdırma mərhələləri nə idi? Birinci layihələndirmə. Layihələndirmə. Keçdik, bunu bağlayaq. Bax, list element bağladıq. Sonra nə ağarıq? Təzədən list elementi yerləşdiririk. Mən bunları belə qoyum. Kopyalayayım, hər dəfə təzədən yazmaqdan, sonra şrift dəyişib Azərbaycan İngilis dili vaxt tapar. İkinci mərhələ nə idi? Design. Üçüncü mərhələ nə idi? Maketin yaradılması. Sonra deyin görüm. Servis proqramlaşdırılması. Sonra saytın nəşri. Düzdürmü? Nəşri. Yekunda aysa. Yəqin ki, düz yazdıq. Və OL-i bağlayırıq. OL tagini bağlayırıq. Çünki artıq bizdə siyahımız bitdi. OL tagini bağladıq. Gəlin yoxlayaq görək alınırmı? Burada yeniləyəndə bizdə fikir verdiniz. Artıq siyahımız, nizamlanmış siyahımız, sıralanmış siyahımız gəldi. Aydındır? Burada gördüyün kimi head yoxdur. Amma body'ni yazmasaydıq siyahımız gəlməyəcəkdi. Sonra biz bunun altdan xəttimiz çəkək ki, bilinsin. Gəlin indi baxaq nizamlanmamış siyahıya. Yəni, İngilis dilində desək, unordered list. Baş hərfləri UL. Eyni, tagdən yazırıq UL. Bayaqki kimidir, sadəcə OL əvəzinə UL yazırıq. Yerləşdirək. OL. Aha. List itemları da biz yazırıq informasiyanın xassələri. UL. Bax, düzdür. İnformasiyanın xassələri. Hansı xassələri var deyin görək? İnformasiyanın hansı xassələri var idi? Tamlıq xassəsi, sonra obyektivlik, Anlaşıqlıq, aktuallıq, bir daha script. Yok, o şey. Script yok biliyor. Sənə əlavə olaraq 100 dənə test verəcəm indi. İnformasiyanın xassələrini. Başdan əgər informasiyanın xassələrini falan o bölməni yazaşdıran əlavə. Onu da biləcək. Bir də etibarlıq. Yadda saxla. Yadda saxla onu. Gördük. Bizdə nə oldu? Nizamlanmamış siyahı. Yəni ki, bu o siyahıdır ki, burada elementlərin yerini dəyişəndə bizdə mənası dəyişmir da. Hər hansı bir belə deyək, dəyişim etsək, siyahının mənası yerində qalır. Gəlin sizdən baxaq növbəti bir siyahımıza. List element. Hər bir
Bu siyahının hər bir elementi li teqinin içində yazılır. O el və yaxud da u el teqi siyahının yaradıldığını və bitdiyini göstərir. İçindəki el də həmin siyahının elementlərini bir-bir göstərmək üçündür. Aydındır. Məsələn, bax, bura baxırıq. El tamlıq. Görsən, birinci element nədir? Tamlıqdır. El obyektivlik. İkinci element nədir? Obyektivlikdir. Ben bunu yapmadım yazsa olmaz. Yox. Müəllim, onlar hansına şey yazsa, li olmayan bir şeyler yazsa, Yox. zaten düşmeyecek. Yoksa sadece ayrıca nömrələməyəcək, sadece bir olacaq. Hə? Li içində yazırsa, birincisi de Yox, düşmür. Adi yazı kimi görsənir. Baxırıq. Gəldik detallı siyaha. DL teqindən yazılır. Yazırıq DL teqindən və burada digərlərindən fərqli olaraq iki cür teq var. DT və DD teqləri. DT, DD teqləri. Gəlin baxaq. Yazırıq DT DT hə? Gözlə. Onu düzeymiş. Bura bax. Yazırıq. Məsəl üçün, soyadı nədir Fərid? Əsgərov Fərid. İndi burada yazaq. İnformatikadan neçə yazırsan? İnformatikadan neçə yazarsan imtahanda? Fizikadan? Riyaziyyatdan 150. Düzdürmü? Və mən... Birini artıq şey istəyirsin. Yox, burada səhv yazmışam. Birini artıq yazmışam, hə, düzdür. Birini artıq yazmışam. Burada DT teqi olmalıdır. DL teqi. Mən səhv yazmışam. DL teqi. Okey. Baxaq. Gördünüz? Əsgərov Fərid bizdə bu şəkildə düşdü. İndi gəlin bunu kopyalayaq. Bunu kopyalayaq. Başqa bir adama yazaq. Məsəl üçün ilkinə yazaq. Əsgərov Fərid. İlkin soyadı necə idi? İlkin. Eyni qayda bizdə qaldı. Sadəcə adı dəyişdik. Fikir verin. Bizdə siyahının əsas elementləri var. Əsgərov Fərid və Məmmədov İlkin əsas elementləridir. İkinci dərəcəli elementləri də bizdə D teqindən yazılır. Aydındır bunlar? Əsas elementlər DT teqindən, ikinci dərəcəli elementlər DD teqindən yazılır. Bu da bizdə detallı siyahımız oldu. Siyahlardan qaranlıq qalan var. İndi gəlin sizdən cədvələ baxaq. Bunu silirik. Yeniləyək, bura boş olsun. Bu, mən yazdığım hazırda Notepad++'dır. Sağ tərəfdə Chrome-dur. Sadəcə sənədi yazıb Chrome-da açmışam. İki proqram hazırda bir pəncərə sığışıqdır. Şeyə nə deyirlər? Cədvələ ingiliscə nə deyirlər? Table. Cədvəlimiz bizdə table teqindən yaradılır və eyni table teqindən də bağlanır. İndi bunun cədvəlin içini dolduraq. Cədvəlin nəyi olur? Sətirləri olur. Düzdür? Bizdə cədvəlin sətirləri var, sütunları yoxdur. Bu şeydə HTML-də və sütunları necə yaradırıq? Gəlin cədvəlin sətrinə göz gəzdirək, nəzər salaq. Cədvəlin sətrində neçə xana varsa, o boyda da sütun var deməkdir. Düzdürmü? Nəyə görə? Hə. Aysal. Cədvəlin xanasında 5 dənə, cədvəlin sətrində 5 dənə xana varsa, cədvəlin neçə sütunu var? 5 dənə sütunu var demək. Düzdürmü? Aha. İndi baxaq. Sətrə nə deyirlər? Row. Table, row. Onda nə olur? TR teqi. TR teqini açdıq. TR teqinin içində bizdə
iki cür tag yazıla bilir. TD, TH. TH, table heading, cədvəl başlıqları. Ən yuxarı sətr, yəni ən birinci sətirdə biz elementləri TH tagindən yazırıq. TH-i bağladıq. TH-i bağladıq. Gəl baxaq. Və TR-i də bağlayırıq. Yəni səhv yazıram. TR dolduruq. İndi baxaq. Biz yazırıq ad, soyad və olsun ata adı. Yaxşı. Bunu biz yazdıq. Gəl baxaq ayrı necə etmək olar. Yəni biz bunu yadda saxlayırıq. Burada yenilədik. Ad, soyad, atad olaraq göstərdi. İndi gəlin biz ikinci sətri yaradaq. İkinci sətirdə bizdə eyni tr tagindən yaradılır. Tr, table row tagindən. Artıq burada th yox, td taglərindən istifadə olunur. Td taglərindən. Td yazırıq. Məsəl üçün, uydurma bir adlar yazacağım. Td. Yazırıq. Əliyev Tahir. Ha? Olsun yaxşı. Tahir Əliyev olsun. Əliyev. Və ata adı da olsun İlqar. Və eyni bunları biz kopyalayıb, əvvəlcədən kopyalasaq daha məntiqə uyğun idi, qoyduq. Qoyuruq, olsun Araz Quliyev Vəliyev. Yadda saxladıq, yeniləyək. Bizdə bu şəkildə düşdü. Cədvələ oxşuyur, düzdür. Amma cədvəlin nəyi var bunda olmayan? Adi örgək kimi cədvəlləri. Ay sağ ol. Xəttlər olur, yoxdur. İndi xəttləri bura necə əlavə edə bilərik? Yəni cədvəlin belə deyək, xanalarının kənarlarını, xana kənarlarını və yaxud da cədvəl xəttləri necə əlavə edə bilərik? Artıq tag vasitəsilə yox, onu biz atribut vasitəsilə əlavə edirik. Atributlar nədir? Qabaqda biz müxtəlif atributlardan istifadə edəcəyik növbəti dərslərimizdə. Atribut tagin içinə yazılan belə deyək, əlamətlərdir deyək də. Məsələn, bizim cədvəlimizdə has tagdən başlayır. Cədvəlimiz table tagindən başlayır da, düzdür? Biz table tagin içində cədvəlin hansısa bir əlamətini qeyd edəcəyik. Sərhəd xəttinə nə deyilir? Sərhədə nə deyilir? Border. Border atributundan istifadə edirik. Bərabərdir. Bir. Hə. BG color falan baxacaq növbəti dərslərdə. Kodlar da bizdə 16-lıq sistemdə RGB ilə yazılır. Aha, gördünüz? Bu tip suallar düşür testlərə. Necə düşür? Məsəl üçün, deyir ki, belə bir yazı verir, belə bir cədvəl verir. Cədvəldə deyir ki, sətrin siyahanın ikinci sətrindən üçüncü sütunun kəsişməsində nə durur? Ona uyğun cavablar axtarıb tapırsınız. Və yaxud da deyir ki, cədvəlin neçə sütunu var, neçə sətri var, ən çox yayılmış suallar. Məsəl üçün, neçə sətri var deyirsə, biz yazıya baxırıq, nəyə axtarırıq? Açan tier taglərini axtarırıq. Və yaxud da neçə sütunu var deyirsə, biz th və yaxud da td taglərinin sayına baxırıq. O müxtəlif ola bilər. Müxtəlif ola bilər. Məsəl üçün, burada mən bunu vermirəm. Bunu sildim. Gördünüz? Bura boş qaldı. Burada 2 dənədir, burada 3 dənədir. Ən çoxunu götürürük. Bu cədvəl neçə sütunu var? 3 sütunu var. Düzdür? Ona görə də ən çoxunu götürürük. Aydındırmı? Və yaxud da deyək ki, burada nə yazılıbdır? Hansısa xanada, onu da tapmaq asandır. Hə? Bir, bizdə qalınlığıdır. Fərqli yaza bilərik. 1 olmasın, məsəl üçün bizdə 10 olsun. Bizdə sərhəd xətti qalınlaşır. Hə, aydındırmı? Çətin deyil. Növbəti dərsdə mən sizə nümunələr verəcəm, tagləri yazacaq ona uyğun. Və sizə əlavə də bugünkü dərsə uyğun taglər verəcəm.
Sənin də əlavə tapşırığın yadındadır. Düzdürmü? Kimin sualı var?